18 oktyabr Azərbaycanın milli qəhrəmanı İbad Hüseynlinin 55 yaşı tamam olacaq. Payız çox, laf çox xoşladığım fəsildir. Yay fəsilindən payıza keçid dövrünü ehtiva edən sentyabr yox, payızdan qışa keçid ayı olan noyabr yox, məhz oktyabr həsrətlə gözlədiyim aydır. Məhz bu dövr şairlər, duygusal insanlar üçün əsl yaradıcılıq bazası, niskil dolu qarışıq hisslərin çulğalaşdığı dövrdür. Oktyabr ayı insanı megapolisdən kənd mühitinə səsləyir, təbiətə. Bu ay həm də əhəmiyyətli hadisələrin baş verdiyi dövrdür. Oktyabrda baş verən irili xırdalı olayların statistikasını aparsaq, çox nəhəng siyahı əmələ gələ bilər. Nədənsə, bu ayda doğulmuş insanlara həsəd aparıram. Bilmirəm, bəlkə burada mistik bir anlayış da var. Haqqında söz açacağım mövzu İbad Hüseynli şəxsiyyəti ilə bağlıdır. Bu insanın geniş təqdimatına ehtiyac yoxdur. O, Respublika ictimaiyyətinə əfsanəvi kəşfiyyatçı, milli qəhrəman kimi tanışdı. Onun bütün həyat yolu daim diqqət mərkəzində olub. Yazının əvvəlində payız fəsli ilə bağlı çox qısa təəssüratlarımın İbad Hüseynli ilə nə əlaqəsi ola bilər ki? Şairlərin ən çox müraciət etdikləri xəzan yarpağı tək kövrək, niskilli, ilham aldıqları düşündürücü payız fəslinin döyüşçü məntiqi ilə yaşamış və yaşayan qəhrəmanla nə əlaqəsi ola bilər? Bu insanı dinlədikcə belə qənaətə gəlirsən ki, o hətta özü də bilmədən həmin dövrdə baş vermiş hadisələrin, keçirdiyi nostalji hisslərin xiffətini çəkir. Biraz da qəmli payız fəslindən aldığı təəssüratların təsiri altındadır. Yetər ki, qəhrəmanlıq mövzusundan söz düşürsə, dərhal göz önünə müharibə, döyüş, hücum kimi səhnələr gəlir. Amma hər bir insanın bəzən heç kimlə bölüşmədiyi daxili hissləri də var. Payız hisslərin biruzə verilməsi üçün ən gözəl fəsildir. O məhz oktyabr ayında dünyaya göz açıb. Onun doğum günü çox əlamətdar bir günün qeyd olunduğu günə təsadüf eləyir. 18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü. Həmin gün saysız hesabsız təbrik mesajları alan İbad Hüseynli iki qat məmnun olduğunu gizlətmək fikrindən də uzaqdır. Canından əziz sandığı dövlətimizin mövcudluğu ona qürur hissi yaşadır. Həmin gün o ömrünün 55-ci payızını tamamlayacaq. Qəhrəmanın ömür yolunu vərəqlədikcə inanılası mümkün olmayan elə epizodlarla üzləşirsən ki, bunu normal insan təfəkkürü həzm etmək gücündə deyil. Onun sağ qalması belə izahı olmayan ziddiyyət dolu müəmmadır. O, bir döyüşün, əməliyyatın, anın qəhrəmanı deyil. Onun bütün döyüş yolu, eləcə də yaşam tərzi ziddiyyətlərlə müşayiət olunur. Hamımızın riayət etdiyi standart həyat tərzi qəhrəman üçün keçərli deyil. İbad Hüseynlinin döyüş yolundan danışmayaq. Bu, adi insanlar üçün başa düşülməsi mümkün olmayan, amma real həqiqətdir ki, artıq geniş müzakirə və tədqiq olunmuş və yenə də tədqiqatına ehtiyac duyulan mövzudur. 55 yaşlı insanın yenə də uşaqlıq ədaları və gənclik çılğınlığı, döyüş eyfariyası, başqa sözlə macəra axtarışı ilə davam edən həyata baxışı insanda xoş təbəssüm yaradır. Bu sətirləri oxuyan qəhrəmanımızı yaxından tanıyan insanlar, düşünürəm ki, bu fikrimlə razılaşarlar. Bu, 55 yaşda veteran döyüşçünü gəncləşdirən də həmişə bu ruhda özünü hiss etməsidir. Hər an keçmişə virtual səyahətdədir. Qəhrəmanlıq bir anın içində, spontan şəkildə baş verirsə, İbad Hüseynlinin həyatı tamamən
ara vermədən davam edən həmin anlardan ibarətdir. O yalnız milli qəhrəman deyil, o artıq xalq qəhrəmanıdır ki, bu statusu ona yalnız xalq verə bilər. Müasir dünya gələcək şifahi xalq ədəbiyyatının şişirdilmiş xalq qəhrəmanı personajı yaradılmasına imkan vermir. Hər bir kəsin qəhrəmanlığı yerindəcə sübuta yetirilir. Gələcək üçün bizlərə mifik qəhrəman obrazı yaratmağa lüzum yoxdur. Yetər ki, hər şeyi zamanında qiymətləndirə bilək. Yenə də növbəti paradoks alınır. Sağ ikən, məhz sağ ikən İbad Hüseynli həm cəmiyyət, həm də dövlət tərəfindən layiqincə qiymətləndirilib. İbad Hüseynli dünənin və bugünün deyil, dünya durduqca daim tərənnüm ediləcək qəhrəmandır. Doğum günün mübarək olsun qəhrəman. Qəhrəmanın döyüş yoldaşı Qazi Sahib Şirinov.